Yaxşı, başlayaq. Bugünkü dərsimiz məktəbəqədər təhsilin məzmunu, məqsədi və vəzifələridir. Yəni ilk dərsimizdir. Bu qanun demək Azərbaycan Respublikasının 94-cü maddəsinin 1-ci bəndinin 1-ci hissəsində əks olunmuşdur. Yəni əgər sizdən soruşsalar neçənci maddədə əks olunub, siz deyə bilərsiniz ki, 94-cü maddədə əks olunub. Həmçinin məktəbəqədər təhsil deyildikdə nəzərdə tutulur ki, uşaqlarda ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması prosesi və onun nəticəsidir. Daha sonra məktəbəqədər təhsil həmçinin təhsilin ilk pilləsidir. Amma məktəbə hazırlıq deyildikdə bu artıq səviyyədir. Yəni məktəbəqədər təhsil pillədir, amma məktəbə hazırlıq səviyyədir. Daha sonra həmçinin sizdən soruşa bilərlər ki, neçə maddədən və neçə fəsildən ibarətdir. Bu zaman deyə bilərik ki, 5 fəsil və 25 maddədən ibarətdir. Yəni istəyirsinizsə qeydlərinizdə götürün. Amma deyildikdə hansı maddədə nəzərdə tutulub? Onda 94-cü maddəni nəzərdə tuturuq. Həmçinin məktəbəqədər təhsilin 3 əsas məqsədi var qanunvericilikdə. Burada əks olunmuşdur ki, uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarının təmin edilməsi, məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələrini müəyyən etmək, məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdan ibarətdir. Yəni, biz burada nəzərdə tutulur ki, müasir tələblərə uyğun, yəni standartlara uyğun çevik şəkildə aparılmalıdır. Bu da bir növ tələb yönümlülük didaktik prinsipimizə əsaslanmış olur. Yəni, dövrlə ayaqlaşmalıyıq. Yəni, bildiyimiz qədər məktəbəqədər təhsilin 3 əsas məqsədi oldu. Daha sonra isə məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri deyildikdə nəzərdə tutulur. Məktəbəqədər təhsil sahəsində uşaqlara bərabər imkanların yaradılması. Yəni, hər bir uşaqlara biz qərəzsiz yanaşmalıyıq. Onlar arasında ayrı seçkiliyə yol verməməliyik. Yəni, bərabər yanaşmalıyıq. Daha sonra məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin edilməsi. Yəni, burada əsas götürülür varislik. Varislik də bizim didaktik prinsiplərimizdən idi. Yəni, hər bir mövzu arasında keçidi yaş qrupları üzrə sadədən mürəkkəbə doğru keçməliyik. Daha sonra məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, həmçinin Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiya əsasında təşkili. Demək, burada da nəzərdə tutulub ki, əsas məqsəd olaraq yəni sadəcə Azərbaycan xalqının adət-ənənələrinə deyil, digər xalqlara da hörmət etməliyik, onların seçimlərinə hörmətlə yanaşmalıyıq. Bir növ burada səriştələrimizdən nəzərdə tutulub, həmçinin dünyəvilik prinsipi də burada əsas götürülür. Yəni digər xalqlara hörmətlə yanaşmalıyıq. Daha sonra isə məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi nəzərdə tutulur. Məktəbəqədər təhsilin bu qanuna uyğun olaraq könüllülüyü, sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili, yəni SIM uşaqların cəmiyyətlə inteqrasiyası, yəni inklüzivlik nəzərdə tutulub burada. İnklüzivlik də bildiyimiz kimi o idi ki, hər bir uşağa bərabər imkanlar yaratmalıyıq. Yəni, uşaqlar arasında ayrı seçkilik etməməliyik. İstər sağlam, istərsə də əlilliyi olan uşaqların birgə təhsilə cəlb olunması əks olunmuşdur. Daha sonra isə 5 yaşına çatmış uşaqların məktəbə hazırlığının zəruriliyi nəzərdə tutulmuşdur. Bundan əlavə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi. Yəni, məktəbəqədər təhsil müəssisəsi davamlı şəkildə inkişaf etdirilməli. Hər bir uşaq üçün, yəni, bu məktəbəqədər təhsil əlçatan olmalıdır. Uşaqlar təhsilə cəlb olunmalıdır. Daha sonra isə uşaqların məktəbəqədər təhsillə əhatə edilmə səviyyəsinin yüksəldilməsidir. Daha sonra isə məktəbəqədər təhsilin məqsədi gəlir. Bundan əlavə də biz söylüyürük ki, demək, 3 əsas məqsədimiz oldu qanunvericilikdə. Məqsədlərimiz deyildikdə isə burada fasiləsiz təhsil sistemi
Bax, burada da qeyd olunub ki, fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması. Yəni, bu bir növdə tələbyönümlülük prinsipinə əsaslanmış olur. Hər bir uşağın fikrinə hörmət edilməlidir, hər bir fərdin. Daha sonra isə məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövründə hər tərəfli, yəni həm əqli cəhətdən, həm fiziki, yaradıcı potensiallarının inkişafı nəzərdə tutulur. Yəni, uşaqların hər tərəfli bütün inkişaf sahələri üzrə inkişafını təmin edir. Bundan sonra isə uşaqların milli, mənəvi və bəşəri dəyərlər ruhunda tərbiyə edilməsi nəzərdə tutulur. Yəni, dövlət rəmzlərimizə, digər xalqların adət-ənənələrinə və öz ənənələrimizə sadiq qalmalıyıq, yəni hörmətlə yanaşmalıyıq. Daha sonra isə məktəbəqədər təhsilin vəzifələri qeyd olunub. Bundan öncə deyə bilərik ki, biz məktəbəqədər təhsil deyildikdə 1-6 yaşlı uşaqlar üçün nəzərdə tutulur. Ancaq erkən məktəbəqədər dövr deyildikdə isə 1-3 yaş əhatə edir. Böyük məktəbəqədər dövr deyildikdə isə 3-6 yaş əhatə edir. Yəni 2 hissəyə bölünür. Müəllim, onu deyə bilərsiniz, zəhmət olmasa qeyd edin. Bəli. Məktəbəqədər təhsil deyildikdə 1-6 yaş əhatə eləyir. Həmçinin bu dövrlərə bölünür. Erkən məktəbəqədər dövr 1-3 yaş əhatə eləyir. Böyük məktəbəqədər dövr isə 3-6 yaş üçün nəzərdə tutulub. Həmçinin yaş qrupları da var burada. 1-2 və 2-3 yaşlı uşaqlar üçün, yəni körpələr qrupu, kiçik qrup, birinci kiçik qrup 1-2 yaş əhatə eləyir. İkinci körpələr qrupu 2-3 yaş əhatə eləyir, orta qrup 3-4 yaş əhatə eləyir, böyük qrup 4-5 yaş əhatə eləyir. Məktəb hazırlıq qrupu isə 5-6 yaş dövrünü əhatə eləyir. Həmçinin də buna əsaslanaraq uşaqlar müəyyən yaş kateqoriyalarına bölünür. Bunu da qeyd eləyin. Demək, 1-2 yaş və 2-3 yaşlı uşaqlar üçün qruplarda uşaqların sayı 15-dir. 3-4, 4-5 və 5-6 yaşda 20 uşaq qəbul olunur. Həmçinin bundan əlavə qarışıq qruplarda olur. Qarışıq qruplarda isə 1-3 yaşlı uşaqların sayı 10 nəfər olur. 3-6 yaşlı uşaqların sayı isə 15 nəfər olur. Deyə bilərsiniz ki, niyə azalır ki bu yaş? Bunu deyə bilərik ki, müxtəlifdir də. Yəni, yaş kateqoriyasına görə uşaqların inkişafı müxtəlifdir. Bunu nəzərə alaraq qeyd eləyə bilərik. Ancaq bizdən desək ki, məktəbə hazırlıq neçə yaşlı uşaqlar üçün zəruridir? Bu halda biz 5 yaş deyə bilərik. Çünki 5 yaşda uşaq artıq müstəqil olaraq məktəb dövrünə qədəm qoya bilər də. Yəni, zəruriliyi desə 5 yaş, ancaq məktəbəqədər dövr 1-6 yaş əhatə edir. Məktəbəqədər təhsilin məqsədi də deyildikdə dedik ki, məqsəd yəni bizim gələcək belə deyək də arzularımızı, istəklərimizi əks eləyir də. Məsəl üçün bizim məqsədimiz nə ola bilər? Biz qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə ixtisasımızı artıracağıq, daha peşəkar səviyyədə inkişaf edəcək, daha sonra bir sıra təlimlərdə iştirak edəcək. Yəni, bu hər bir şəxsin öz qarşısına qoyduğu bir məqsəddir. Məktəbəqədər təhsilin vəzifəsi deyildikdə isə burada biz nəyə əsas götürəcəyik? Asan tapmaq üçün. Baxın, hər bir sözdə sonunda qeyd olunub ki, aslı əsil şəkilçisi qeyd olunub. Yəni, bunu biz görürüksə, bu zaman vəzifəni götürmüş olacağıq bir ipucu kimi. Yəni, məktəbəqədər təhsilin vəzifələri deyildikdə də hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilinin təmin edilməsi, daha sonra uşaq şəxsiyyətinin formalaşması, özünə, ailəsinə, vətənə məhəbbət, millətinə, dilinə, dininə, dövlət rəmzlərinə, digər xalqların adət-ənənələrinə, dəyərlərə hörmət ruhunda tərbiyə olunması nəzərdə tutulur. Daha sonra fiziki, psixi və mənəvi sağlamlığın qorunmasının təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə uşaqların ehtiyaclarının müəyyən edilməsi və ona müvafiq xüsusi inklüziv təhsil və əlavə xidmətlərin göstərilməsi. Yəni, uşaqlar üçün, sağlamlıq imkanları məhdud uşaqlar üçün inklüziv təhsil tətbiq olunur. Bundan əlavə digər təhsil xidmətləri də təşkil olunur. Daha sonra
Sosial-pedaqoji baxımdan ailənin dəyərli üzvü kimi inkişafının təmin edilməsi, təhsilin bazı komponentləri əsasında sosiallaşmasının tələbatının yaradılması. Daha sonra isə məktəbəqədər təhsilin təşkili, yəni məktəbəqədər təhsilin digər vəzifələri 4 istiqamətdə aparılır. Fiziki hazırlıq, şəxsiyyətyönümlü hazırlıq, intellektual və sosial hazırlıq. Fiziki hazırlıq deyildikdə biz burada indi keçəcək, gələcək mövzularımızda inkişaf sahələrindən. Fiziki hazırlıq, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinə əsaslanmış olur. Yəni buradakı fikirlər orada da öz əksini tapmışdır. Yəni fiziki hazırlıq deyildikdə uşaqların əsasən uşaq orqanizminin fəaliyyəti, hərəki fəallığı, daha sonra motor bacarıqlarının inkişafı, hərəki fəallığı özünü əks etdirmiş olur. Amma şəxsiyyət yönümlü hazırlıq burada uşaqlarda bir növ müstəqillik, məsuliyyət, təşəbbüskarlıq, başqasını dinləmək, öz hərəkətlərini onunla razılaşdırmağa çalışmaq, müəyyən qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq, ünsiyyətin, özünə qiymətləndirmənin formalaşdırmasıdır və bir növ şəxsiyyət yönümlü hazırlıq sosial-emosional inkişaf sahəsində də öz əksini tapmış olur. Daha sonra isə intellektual hazırlıq gəlir. İntellektual hazırlıqda, yəni burada obrazlı təfəkkür, təxəyyül, yaradıcılıq, məntiqi təfəkkürün inkişafı, yəni idrak proseslərinin ümumilikdə inkişafı nəzərdə tutulur. İdraki inkişaf sahəsi əks olunmuşdur. Sintez, analiz, ümumiləşdirmə, müqayisə etmə, qruplaşdırma kimi əlamətlər öz əksini tapmışdır. Həmçinin bundan əlavə burada uşaq fəaliyyətinin məhsuldar növləri də öz əksini tapmışdır. Quraşdırma, rəsm, müxtəlif oyunlarla oynamaq. Yəni bu da həmçinin əsasən burada idraki inkişaf sahəsi götürülür və onunla vəhdətdə estetik və yaradıcı inkişaf sahəsi də öz əksini tapmışdır. Çünki burada rəsm, yapma, quraşdırma var. Yəni estetika var. Daha sonra isə sosial hazırlıq. Sosial hazırlıqda da yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin formalaşdırılması öz əksini tapmışdır. Humanistlik, vətənpərvərlik, azərbaycancılıq kimi hisslər tapılmışdır. Burada da sosial hazırlıqda da əsas inkişaf sahəsi olaraq sosial-emosionalı göstərə bilərik. Amma desək ki, digərində də əks olunmuşdur sosial-emosional inkişaf sahəsi. Yəni əsas fərq burada sosial hazırlıqda əsasən biz deyə bilərik ki, burada yəni vətən hissləri əsas götürülərək əks olunmuşdur da, yəni cəmiyyətlə əlaqə əks olunduğu üçün əsas götürülür. Daha sonra isə biz keçdik məktəbəqədər təhsildə formalaşdırılan didaktik prinsiplərə. Bildiyimiz kimi didaktik prinsiplərimiz 9 dənə didaktik prinsipimiz var və bunlar arasında şəxsiyyət yönümlülük, bir də nəticə yönümlülük, yəni hər iki prinsiplərimiz də əks olunmuşdur. Bundan başqa 6 prinsipimiz də vardı. Yəni onları növbəti dərsdə keçəcəyik. Demək, prinsiplərimiz, didaktik prinsiplərimiz deyildikdə 9 prinsipimiz var idi. Uşaq yönümlülük, inkişaf yönümlülük, tələb yönümlülük, nəticə yönümlülük, varislik, inteqrativlik, azərbaycançılıq, dünyəvilik və şəxsiyyət yönümlülük. Başlayaq uşaq yönümlülükdə. Uşaq yönümlülük dedikdə təlim-tərbiyə prosesində bilavasitə uşağın meyl, marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına yönləndirilməsidir. Yəni həmçinin burada açar sözləri də qeyd etmişəm. Bunlar da öz əksini tapacaq test nümunələrində. Yəni uşaq yönümlülük dedikdə hər bir uşağın öz meyl, marağının nəzərə alınmasıdır, onların potensiallarının, istəklərinin nəzərə alınması və həyata keçirilməsi nəzərdə tutulur. Burada biz müxtəlifliyi nəzərə alırıq, uşaqlar arasında bərabər imkanları yaradırıq, ayrı-seçkiliyə yol vermirik. Bundan əlavə məşğələni, yəni uşaqların belə deyək də, daha çox maraq göstərdiyi fəaliyyət sahələrinə yönəldərək keçə bilərik. Uşaqlara mövzunu daha çox illüstrasiyalarla, demonstrasiyalarla, yəni video kadrlarla göstərə bilərik. Belə halda uşaq məlumatı daha yaxşı qavramış olacaq. Müxtəlifliyi nəzərə alırıq, seçim veririk uşaqlara müstəqil şəkildə. Müstəqil öyrənmə səriştəsi formalaşdırılır uşaqlarda.
potensiallarını nəzərə alırıq uşaqların yaş qrupu üzrə, yaş səviyyəsini nəzərə almış oluruq. Həmçinin vakuunu da nəzərə alırıq. Burada vaku deyildikdə nə nəzərdə tutulur? Bu vizual deməkdir. Yəni biz gözümüzlə gördüyümüz hər bir şey vizualdır. Daha sonra A audialdır. Yəni səsli şəkildə eşitdiyimiz məlumatlar audial adlanır. Daha sonra K kinestetik deməkdir. Yəni hərəkətlilik daha çox öz əksini bildirir. Rollu oyunlar burada əsas rol oynayır, təqlidlər. Bundan sonra O hərfi isə oxuyub yazma bacarığıdır. Bu da savad təlimi ilə bir növ əlaqəli olur. Yəni bunları nəzərə alırıq uşaq yönümlülük prinsipdə. Yəni müəllim daha çox mövzunu öz istəkləri əsasında qurarsa, uşaqların istəklərini nəzərə almazsa, bu zaman uşaqlara da dərs prosesi daha maraqsız olacaq. Uşaqları cəlb eləmək üçün biz bir növ müxtəlif üsullar sınamalıyıq ki, uşaqlar da həmən məlumatı daha yaxşı əldə etmiş olsunlar. Bundan əlavə inkişaf yönümlülük prinsipimiz gəlir. İnkişaf yönümlülük prinsipi deyildikdə isə tərifi belədir ki, uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin edilməsi. Yəni bir növ uşaqların inkişafını mütəmadi şəkildə izləyirik, şəxsi inkişafını, daha sonra qiymətləndirmə aparırıq. Uşaqlar da, yəni biz uşaqları qiymətləndirərkən onlarda daha çox maraq oyanır. Onlar mövzunu daha da təkmilləşdirilmiş şəkildə öyrənmiş olurlar. Nailiyyətlərini təhlil edirik, uşaqların davamlı şəkildə qeydlər aparırıq. Bundan əlavə tələb yönümlülük prinsipi gəlir. Tələb yönümlülük prinsipində isə ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması öz əksini bildirmişdir. Tələb yönümlülük prinsipi deyildikdə, yəni daha çox müasir tələblərə uyğunlaşma nəzərdə tutulur. Standartlara uyğunlaşma, müasir tələblərə çevik şəkildə uyğunlaşmalıyıq, İKT-dən daha çox istifadə etməliyik. Yəni dövrlə ayıqlaşmalıyıq biz burada. Daha sonra nəticə yönümlülük prinsipi gəlir. Nəticə yönümlülük təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir. Yəni biz hər hansısa bir misal üçün işə gedən zaman öz dərs planımızı düzgün qurmarıqsa, öz işimizi əvvəlcədən düzgün planlaşdırmarıqsa, bu zaman bu prinsipi pozmuş olacağıq. Yəni nəticə yönümlülük odur ki, əvvəlcədən məşğələnin məqsədini müəyyən edirik, əvvəlcədən dərsi müəyyənləşdiririk, yaş səviyyəsinin sonunda nəticə əldə etmiş oluruq həmçinin. Həmçinin nəticə yönümlülük prinsipində biz burada deyə bilərik ki, yəni yaş qrupu üzrə uşaqların inkişafını müəyyən edən zaman əvvəlcədən hər bir şeyi əvvəlcədən planlı şəkildə olmalıyıq, çevik şəkildə, planlı şəkildə hər bir şeyə belə deyək də müəyyən etməliyik. Nəticə yönümlülük deyildikdə biz açar söz kimi götürə bilərik ki, ilin əvvəlindən sözünü götürə bilərik. Plan sözü harda görsək, biz bu zaman nəticə yönümlülük prinsipini götürmüş olacağıq. Daha sonra dərsin məqsədi, təlim nəticəsi, ümumi təlim nəticəsi varsa, bu da nəticə yönümlülük prinsipinə götürmüş olacağıq bu zaman. Daha sonra gəlir, demək, uşaq yönümlülükdə də dedik, uşaq yönümlülük prinsipində də ki, əvvəl belə deyək ki, əvvəl müəllim yönümlü yanaşmadan daha çox istifadə olunurdu. Yəni burada bir növ belə deyək də avtoritar üstünlük təşkil edirdi. Amma indi daha çox dövrlə ayıqlaşırıq və bu zaman uşaq yönümlülük prinsipindən daha çox istifadə olunur. Uşağın maraqları nəzərə alınır. Ona uyğun dərs prosesi qurulur. Yəni bir növ indiki təhsilimiz demokratik prinsiplər əsasında fəaliyyət göstərir. Daha sonra harda qalmışdıq? Varislik prinsipi. Varislik prinsipi də müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması nəzərdə tutulur.
Yəni varislik sadədən mürəkkəbə doğru hər bir dərsi keçən zaman tərbiyəçi uşaqların yaş səviyyəsinə uyğun mövzu arasında keçid etməlidir, düzgün keçid. Yəni onların yaş səviyyəsinə uyğun mövzunu təşkil etməlidir. Məsəl üçün biz 5-6 1-2 yaşlı uşağa 5-6 yaşlı uşağın dərs proqramını keçmiş olsaq, bu zaman uşaqlarda da yəni bu prinsip pozulmuş olacaq. Çünki uşağın yaş səviyyəsinə uyğun olmayan bir şeyi uşaq necə öyrənə bilər ki? Yəni açar söz olaraq deyə bilərik ki, dərsin sadədən mürəkkəbə doğru keçmək, yaş səviyyəsinin mövzu ilə eyniliyinin qorunması. Daha sonra inteqrativlik prinsipi gəlir, müəllimələr. İnteqrativlik prinsipi deyildikdə təlimin məzmun komponentlərinin əlaqələndirilməsi nəzərdə tutulur. Yəni mövzuları düzgün əlaqələndirmək, inteqrasiya etmək. Məsəl üçün biz idraki inkişaf sahəsini estetik və yaradıcı inkişaf sahəsi ilə əlaqələndiririk. Daha sonra fiziki inkişafı estetiklə əlaqələndirə bilirik. Bu zaman da inteqrativliyi, yəni inteqrativlik prinsipinə əsaslanmış olur. Məsəl üçün uşağın rəsm bacarıqları zamanı onların motor bacarıqları da inkişaf edir. Bu zaman əlaqələndirmə olur fiziki inkişafla estetik yaradıcı inkişaf sahəsi arasında. Yəni bu növ əlaqələndiririk. Daha sonra həyatla əlaqələndirmədə əsas götürülür inteqrativlik prinsipində. Yəni bir növ mövzular arasında əlaqələndirmə aparırıq da, inteqrasiya edirik. Daha sonra şaquli və üfüqi inteqrasiya da var. Onu növbəti biz mövzularda keçəcəyik. Bundan əlavə Azərbaycançılıq prinsipi gəlir. Azərbaycançılıq deyildikdə uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının dilinə, mədəniyyətinə, dininə, adət və ənənələrinə hörmət ruhunda hörmət hissinin aşılanması nəzərdə tutulur. Yəni burada bir növ səriştələrimizdən milli kimliyin dərki və milli iftixar hissi əks olunmuşdur. Dövlət rəmzlərinə hörmətlə yanaşmalıyıq. Milli kimliyin dərki, rəmzlər, bayraqlar, himn, gerb, Azərbaycancılıq, türkçülük sözləri də açar söz olaraq götürmüş ola bilərik. Daha sonra dünyəvilik prinsipi gəlir. Dünyəvilikdə də dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, yəni dinlə əlaqəsi olmama öz əksini tapmışdır. Biz burada açar söz kimi götürə bilərik ki, dini təbliğə yol verməmək, din dövlətdən ayrıdır. Yəni hər hansısa bir dinnənmi deyək, dövlətdənmi deyək, ayrı seçkilik etməməliyik. Bu prinsipi qorumalıyıq. Dini təbliğata yol verməməliyik. Daha sonra isə şəxsiyyətyönümlülük didaktik prinsipimiz gəlir. Şəxsiyyətyönümlülük uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılmasıdır. Bildiyimiz kimi şəxsiyyətyönümlülük prinsipi bir növ deyirik ki, hər bir uşağa bir şəxsiyyət kimi yanaşmalıyıq və bu 4 faktorda öz əksini tapmışdı. 4 istiqamətdə idrak, ünsiyyət, psixomotor bacarıq və milli bəşəri dəyərlər. İdrak deyildikdə, yəni bir növ idrakımızı dərk etmək, anlamaq, bir növ hafizəmiz öz əksini tapmışdır. Yəni idrak proseslərinə də bildiyimiz kimi müqayisə etmə, analiz, sintez bunlar daxil idi. Ünsiyyət isə izah eləmək, şərh eləmək, öz fikrini ifadə etmək, düzgün istiqamətdə müstəqil öz fikrini ifadə etmə, müstəqil düşüncə formalaşdırılır. Daha sonra isə psixomotor bacarıq gəlir. Psixomotor bacarıqları isə, yəni biz bildiyimiz kimi motor bacarıqları, böyük və kiçik motor bacarıqları var. Böyük motor bacarıqlarına biz əsasən ayaq hərəkətlərini nəzərdə tuturuq, amma kiçik motor əl barmaqlarının hərəkətləri də, yəni əl vasitəsilə olan kiçik motorikadır. Amma burada psixomotor bacarıq deyil. Psixomotor bacarıq da, yəni əsasən qaçmaq, tullanmaq, bir sıra hərəkətlər, hərəkətli oyunlar öz əksini tapdığına görə böyük motor bacarıqlar əks olunur burada. Bundan əlavə milli bəşəri dəyərlər gəlir. Milli bəşəri dəyərlərə isə əxlaqi keyfiyyətlər, mədəni müxtəlifliyi nəzərə almalıyıq, ayrı seçkiliyə yol verməməliyik. Yəni əxlaqi keyfiyyətlər hər bir vətəndaşa
belə deyək də, onun fikirlərinə hörmətlə yanaşmalıyıq, Bundan əlavə deyə bilərik ki, əxlaqi keyfiyyətlərdən başqa, yəni hər bir insanın öz fikrinə hörmətlə yanaşmalıyıq, müxtəlifliyi nəzərə almalıyıq, seçimlərə hörmətlə yanaşmalıyıq. Bu kimi məsələlər öz əksini tapmışdı. Yəni bugünkü dərsimiz bu qədərdir müəllimələr. Yəni güman edirəm ki, aydın olar. Aydın olmayan məqamlar varsa qeyd eləyə bilərsiniz.